Axşam olanda Bakı şəhəri gözəl olur da, boş olur yollar, adam probka görmür. Oy oy, axşamüstü nə idi bu yollar pis gündə? Hər gün eyni problem, eyni tıxac. Belə də olmalıdır. Yəni Azərbaycanın 70%-i Bakı şəhərində yaşayır. Rayonlarda cəmaət hamısı qaçır Bakıya. Rayondan qaçıb gələnlər də, yəni bura iş üçün gəlirlər, kefə gəlmirlər. Onları da qınamıram. Hətta onları qınayanları belə mən özüm qınayıram ki, qardaş, cəmaət nə etməlidir? Rayonda dolanışıq yox, iş yeri yox. Kənd təsərrüfatı ilə məşğul ola bilmirlər. Ora təyin olunan məmurlar gedirlər, fermer təsərrüfatı ilə məşğul olurlar. Kənd təsərrüfatı ilə məşğul olurlar. Kəndçinin torpağını əlindən alırlar, suyunu alırlar. Nə etməlidir bu? O da üstür Bakıya dolansın, ailəsini saxlasın, uşağını saxlasın. Azərbaycanın 70%-i Bakıda yaşayır. Ona görə də bu cür tıxac olur, bu cür problemlər olur, bu cür sıxlıq olur. Yəni səhiyyə Bakıda, təhsil Bakıda, iş yeri Bakıda, dolanışıq Bakıda. Bakı nə balaca bir dənə şəhərdir, nə boydadır ki Bakı? Bütün ölkənin götürəsi deyil ki. Ölkənin 70%-i Bakıdadır, ona görə də tıxacdır. Axşamlar ancaq boş olur. İndi axşamlar deyirsən, cəmaət insanlar gedir evinə, ora-bura boşalır yollar. Bu Bakının bu tıxac problemi nə oldu, nətər oldu, nətər olacaq, Allah bilir.